Əziz dostlar, hər kəsi salamlayırıq. Birbaşa Cənubun gözü olan, Cənubun dağlar qoynunda yerləşən gördüyümüz bu gözəl rayon, gözəl şəhər Yardımlı rayonundan salamlayıram. Bugün bir əlamətdar gündür. Gördüyümüz kimi Yardımlıdan Bakıda yaşayır hal-hazırda dünya çempionumuz, idman ustası Hakim Tağıyev. Bizim saz ustamız, dəyərli sənətkarımız Çingiz Əhmədov, mənim həmkarım Astara Nərçivan kəndindən idman ustası, beynəlxalq dərəcə boks müəllimi Tofiq Salmanov və kamerada bizə dəstək olan çəkən şəhidimiz Rufuldayev Rasimin qardaşı Həsən qardaş. Allah səni var eləsin. Hər kəsi bu dostlar adından, Yardımlı adından salamlayırıq. Əziz dostlar, bugün əlamətdar gündür. Mayın 3-ün, özü bilirsə mayın 10-unda Ulu Öndərimizin ad günüdür. Bakıda olacaq o mayın 10-da tədbiri. Ona görə mayın 3-ündə Yardımlı rayonuna, bizim öz məkanımıza, öz yaşadığımız, doğulub başa çatdığımız rayona salmışıq Ulu Öndərimizin 103 illiyin. Əziz dostlar, Azərbaycanın yaradıcısı, qurucusu, Türk dünyasının dahi insanı, dahi şəxsiyyəti Ulu Öndər Heydər Əliyevə hamımız tədbirlər keçirməyə borcluyuq və bu gün də həmin tədbir bildiyimiz kimi baş tutacaq. Orada da Yardımlının çox dəyərli insanları iştirak edəcək və tədbirdən sonra o paylaşımları sizlərə göstərəcək. Allah sizləri var eləsin, dostlarımız da ürək sözlərindəsin. Buyurun qardaşlar. Hakim müəllim, siz qardaşlar. Mən də salamlayıram dəyərli qardaşlarımızı, bizim gözəl Hakim qardaşım, Samir qardaşım, Həsən qardaşım, Tofiq müəllim. Sağolun, xoş gəlir Tofiq müəllim bizim elimizdə olmamıza. Mən də buradan canım elimizi salamlayıram. Hamıya can sağlığı, uzun ömür arzu edirəm. Var ol, sağ ol. Tofiq müəllim, xoş gəlmişsən bizim rayona. Hamıya salamlayıram. Hamıya can sağlığı arzu edirəm. Sağ ol. Çox sağ olun. Mən də dəyərli dostları salamlayıram. Salamlayıram. Sağ olun. Siz hər zaman təşkilatçılıqda böyük rol iştirak edirsiniz. Sizə öz təşəkkürümüzü bildiririk. Var olun. Minnətdarıq. Bu tədbirlərdə bizə, sağ ol Hakim müəllim, öpürəm səni. Bu tədbirdə bizə dəstək olub. Bizim bu Yardımlının dəyərli insanları var. Baş həkimimiz var, Rasim, üzr istəyirəm, Ravil doktor, dəyərli insandır. Xaricdə mənim dostum var, İmran əmi, Bərcan kəndindəndir. Çox dəyərli insanlar var. Bizim Kərbəlayı Qismət bizə dəstəkdir, bizim yanımızdadır. Hacı Namiq var, bizim dəyərlimizdir. Bizə, bizim Yardımlıda belə sənətkarlarımıza, belə tədbirlərə, Çingiz qardaşımıza musiqi müsabiqəsində, saz müsabiqəsində dəstək olan bütün Yardımlı elin, Cənub elin salamlayıram, təşəkkür edirəm. İnşallah görüşərik. Allah əmanət olun, sağ olun. Bir də Həsən qardaşım, zəhmət olmasa ver mənə, qoy mən şərəf olar səni çəkməyim. Həsən qardaşım, ürək sözləri deyən, Allah şəhidlərimizə rəhmət eləsin. Yadigar əmini buradan salamlayıram. Qəzənfər müəllimi, Allah verdə müəllimi, Həsən Bala əmini, Tofiq müəllimin atasını salamlayıram. Buyur qardaşım. Sağ müəllim, ilk öncə xoş gəlmisiniz doğma yurdumuz Yardımlıya. Mən də sizləri salamlayıram, Tofiq müəllimi salamlayıram. Xoş gəlib bizim doğma Yardımlımıza. Valla çox, sizin bu birinci tədbiriniz deyil. Siz hər zaman ilk öncə mən sizi tanımamışdan da qabaq sizin tədbirlərinizə baxmışam. Mübariz, bizim milli qəhrəmanımız Mübariz İbrahimova, Pəncəli Teymurova, bir çox yarışlar qeyd eləmişsiniz və sonda 44 günlük vətən müharibəsindən sonra Yardımlı şəhidlərinə bir neçə dəfələrlə tədbirlər keçirtmişsiniz onların adına. Yəni sizin tədbirləriniz çox möhtəşəm tədbirlər keçirtmişsiniz. İnanıram ki, bu günləri Ulu Öndərin adına da Yardımlı rayonunda 103 illiyinə həsr olunmuş tədbiri yüksək səviyyədə qeyd edəcəksiniz. İnşallah. Və Sami müəllim, bu tədbiri belə deyim də, hər adam istəyər keçirsin, amma hər adam belə deyim də, məsələn mən bacarmaram da bu günləri. Yox, sizin sayənizdə də bu tədbir Həsənin, Yadigar əminin, atamın, Hakim müəllimin, Çingizin, Tofiq müəllim, yəni birliyimizin rəmzidir. Samir yox, birliyin. Çox sağ olsunlar ki, sizin o şəhidlərimizə hər zaman bizim ölkə rəhbəri Ali Baş Komandanımız da hər zaman bizim şəhidlərimizə böyük diqqət qayğı göstərir və sizin kimi bizim idmançılarımız, bizim sənətkarlar, şəhid ailələrinə, şəhidlərə böyük diqqət qayğı göstərmişsiniz. Allah səni var eləsin. Minnətdarlıq bildirirəm. Öpürəm səni. Nə xoş mənim halıma ki, sizin kimi dostlarla, qardaşlarla dostluq, qardaşlıq edirəm və bu günləri Yardım rayonunda bu şəhidlərin tədbirində hər zaman dəstək olduğu kimi bu günlərdə elə bizi Yardımda Borcumuzdur.
bizim Cənub İdman Klubunun vitse-prezidenti Yaşar müəllim. Yaşar Ağa Ağa Məmmədov, Kavran oğlu. Kavrandan, bəli. Çox Salamlayırıq dəyərli- Yaşar müəllimi. Dəyərli bir Bəli, bəli. ziyalıdır, dəyərli bir el oğludur. Valla adam onu tanıyandan sonra fəxr Sağ edirik ol, ki, belə Həsən. yardımlıya daha da bağlılıq Öpürəm yaranır. səni. Mən məsəl üçün bu rayona bağlılıq, yəni sizin kimi oğlanlar görürəm, sizin kimi qardaşlar görürəm. Mən daha da fəxr edirəm, daha da içimdən belə deyim, bir addım atmaq istəyirəm. Sizin Öpürəm. kimi qardaşlar görəndə daha da bir 5 addım atmaq istəyirəm ki, Var ol. valla fəxr edici, yəni rayonumuzun qüruru oğlusunuz, fəxri Öpürəm. oğlanlarsınız. Sağ ol. Allah sizləri qorusun. Sağ ol. İnşallah bu doğma yardımlımıza Samir müəllim xeyir işlərə gələsiniz. İnşallah. Hər zaman. İnşallah. Həmişə uca olasınız. Var Sağ ol olun. Ürəyimcə yanımda dayan. Olmasa biz həmişə dostlar bir yerdəyik. Biz bu gördüyümüz 5 dostluq, hətta bizim yanımızda olmayan dostlarımız var. Amid, Mikail, Nazir, qardaşımız İlham var. qardaşımız, çox dostlarımız var. Bəli. Bütün dostların adından hər kəsi salamlayırıq. Necə deyərlər ki, yaşasın ordumuz, yaşasın Azərbaycan, yaşasın bütün millətimiz. Var olun. Yaşasın yardımlı oğulları. Öpürəm. Cənub oğulları, Astara oğulları. Bəli. Var olun.